Onların əsas məqsədi ondan ibarətdir ki, Ermənistan monoetnik dövlət olsun və bugün bu onlara müəssər olub və əslində onların etdikləri təkcə Azərbaycan türklərinə qarşı deyil. Kürdlər, Udinlər, Ermənistanda yaşayan Yezidi kürdləri və digər etnik qruplara da aiddir. Və mən videonu da paylaşmışım, orada videoda söhbət nədən gedir? Videoda açıq-aşkar şəkildə, videonu da Azərbaycanlı çəkməyib və yaxud hər hansı bir digər etnik qrup çəkməyib. Narini Krikasyan erməni bloger tərəfindən səhv etmirəmsə. Bəli, Narini Krikasyan tərəfindən erməni bloger gedib demək Vedi bölgəsinə Ermənistanın və Vedi bölgəsindəki Türk-Kürd qəbirlərinə qarşı divan tutulmasının şahidi olub. Onu videoya çəkib. Oradakı güya ki oranın deməli himayədarlarını videolarda da görünür ki, himayədarları. Yeri gəlmişkən orada bir məqam var. Mədəni dəyərlərin və vəhşi təbiətin mühafizəsi fondunun əməkdaşları kimi özlərini təqdim edirlər. Yəni həmin nümayəndələr onları əraziyə buraxmır və bildirir ki, bura şəxsi mülkiyyətdir. Birincisi, mədəni dəyərlər və vəhşi təbiətin mühafizəsi fondu orada hardan çıxdı? Əgər çıxdısa, mədəni dəyərlərdən söhbət gedirsə, qəbristanlığın halı göz qabağındaydı. İkincisi isə, ora niyə şəxsi mülkiyyət ola bilər? Bu da sual altındadır. Təbii ki, uydurma bir cəfəngiyatdır və erməni blogerdə, daha doğrusu hüquq müdafiəçisi də çox, demək, orada çəkilişdən də aydın görünür ki, daşların çox cüzi bir hissəsi qalıb, digər hissələr isə oradan götürüldü. Sosial şəbəkələrdə biz fəal olmalıyıq. Rus və ingilis dillərində biz çalışmalıyıq ki, bu şəkilləri göstərərək, bu videoları göstərərək hər bir ictimai fəal, mən düşünürəm ki, bu məsələdə fəal olmalıdır.